Salam, hər birinizi xoş gördük. Bu dərsində mən sizə iki nöqtədən keçən düz xəttin tənliyinin tapılması haqqında məlumat verəcəm. Funksiyalar və qrafiklər mövzusuyla bağlı test tapşırıqları həll edərkən ən çox rast gələn testlərdən biri. Koordinatlarla verilmiş iki nöqtə verir. Deyir, bu nöqtələrdən keçən düz xəttin tənliyini yazın. Bu formada testlərin bir neçə usulu var, 3-4 usulu var. Amma bir usulu da bu şəkildədir. Aydın məsələdir ki, bu nöqtələrdən keçən düz xəttdən söhbət gedirsə, mütləqdir ki, o düz xəttin tənliyi y bərabərdir kx plus b-dir. Biz bunu bilirik. Demək, burada k və b-ni tapmalıyıq. Tapaq da, iki nöqtədən keçən düz xətt üçün bucaq əmsalının düsturu y-lər fərqi, yəni y2 minus y1 bölünsün uyğun x-lər fərqi. Y-lər fərqi böl uyğun x-lər fərqi. Hesablasaq, y-lər fərqi 17 minus 7 bölünsün 8 minus 3 y2 minus y1 böl x2 minus x1. 10 bölünsün 5 hesablasaq alırıq 2. Bizdə bucaq əmsalı k bərabərdir 2, onda y bərabərdir 2x üstəgəl b şəklində düşdü. Demək, indi biz burada b-ni tapmalıyıq. Axı, bu düz xətt bunların hər birindən keçir. Onda bu nöqtənin koordinatları bu düz xətti ödəməlidir. Birini nəzərə alırsan, ya bunu, ya bunu, fərqi yoxdur. Birini A-nı nəzərə alaq da. Birinci yerdə x-dir, ikinci yerdə y-dir. Bunu bilirik. Y7 bərabərdir. 2 vurulsun x neçədir? 3 üstəgəl b. 7 minus 6b bərabərdir 1. Hesablasaq, yerinə yazsaq 2x üstəgəl 1. Demək, bu nöqtələrdən keçən düz xəttin tənliyi y bərabərdir 2x üstəgəl 1 şəklindədir. Bir test tapşırığı da yazıram. İstəsəniz onu siz tapıb rəy yerinə də yaza bilərsiniz. Bu nöqtələrdən keçən, məsələn, C, -2, 7, D, 6, 13 nöqtələrindən keçən düz xəttin tənliyini yazın. Nə var ki, bayaq qeyd etdik. Dedik, y bərabərdir kx plus b şəklindədir. K-nı tapmalıyıq. Bayaq dedim, düsturdan. Sonra yerinə yazdım, b ilə bağlı qalır. B-ni də ixtiyari birində yerinə yazıb tapırıq. Və nəticədə y bərabərdir kx plus b tapılır belə.